Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında patent haqqında qanuna bir sıra dəyişiklik edilib. Bu il martın 31-də qüvvəyə minən dəyişikliklərin tətbiqi nəticəsində ixtira və patent fəallığının daha da artacağı proqnozlaşdırılır. Bununla da patent alınması ilə bağlı iddia sənədlərinin ekspertiza müddəti də əhəmiyyətli dərəcədə azalacaq. Bunu Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov, qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri mövzusunda keçirilən konfrans çərçivəsində dedi. O həmçinin qeyd etdi ki, erməni saxtakarlıqları və plagiatının ifşası yönündə də mühüm işlər həyata keçirilib. Əqli mülkiyyət daha geniş anlayışdır. O cümlədən müəlliflik hüququ ilə yanaşı sənaye mülkiyyəti hüququnu da özündə cəlb edir. Gördüyünüz kimi təcrübə böyükdür. Amma ən vacib ənənələrdən biri də ondan ibarətdir ki, 10 ildir dalbadal biz keçirdirik bu məşhur konfransı. Onun haqqında çoxlu bizə əks-sədalar gəlir. Konfrans deməli qədim mətnlər və deməli klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir. Erməniçilik yalanları ifşa edir. Və bunun üçün biz hər il yeniləşən və ya hissəsində yeniləşən mövzunu oturduruq. Bu il biz buna ilə bağlı qədim Turan haqqında və qədim proto-türk qəbilələri haqqında, tayfaları haqqında məlumatla bölüşəcəyik. Bu məlumat büyüyünə qədər təəssüflər olsun, nə SSR ədəbiyyatında, nə rus dilli ədəbiyyatda işıqlanmıyor. Bu tanınmış müəlliflərdir. Zamanın ən görkəmli alimlərdir. Bunlar çoxlu maraqlı fikirlər söyləyir. Erməni saxtakarlıqları ilə ən güclü mübarizə yolu mədəni irsimizi yaymaqdır. Kamran İmanovun sözlərinə görə agentlik müəllif hüquqlarına diqqət yetirməklə yanaşı hər dəfə ortaya çıxan yeni saxta erməni mənbələrini ifşa edir. Yalnız deməli müəlliflik hüququna diqqəti cəlb etmək, əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, yanaşı müəlliflərə, yaradıcı şəxslərə stimul vermək, dəstək verməklə yanaşı biz hər dəfə erməni yeni yaranmış saxta mənbələri ifşa edirik. Bunlar yazılı şəkildə qalır və kitabça kimi buraxılır və bütün dillərə tərcümə olunur. O ki qaldı beynəlxalq strukturlara. Burada belə bir problem var. Beynəlxalq strukturun heç biri, hansı ki bilavasitə məşğuldur hüquqların qorunması ilə, bu əsas təşkilatda bildiyiniz kimi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və müəyyən mənada UNESCO-dur. Bunların bunun üçün nizamnamələrində olan ustavlarında elə bir bənd yoxdur ki, ifşa edmək. Amma biz yeni yalan əmələ gələndə, onu ifşa edəndə hər dəfə məktubla bu məlumatı yönəldiriyor. Ki bu məlumat qalsın onların arxivlərində. Bu o deməkdir ki, biz bu mövqeylə razı deyilik və xahiş edirik, bu razı olmamağımızı qeydiyyata alasınız. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın sözlərinə görə mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi ümumbəşəri vəzifədir. Hesab edirəm ki, əqli mülkiyyət hüquqlarının qorunması, tarixi mədəni irsin elmi əsaslarla tədqiqi və onun müdafiəsi müasir dövrdə həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə obyektivlik, elmi yanaşma və beynəlxalq hüquq prinsiplərinə riayət olunması dayanıqlı inkişafın mühüm şərtlərindən biridir. Eyni zamanda tarixi faktların düzgün şəkildə araşdırılması və onların təhrif olunmasının qarşısının alınması mədəni irsin qorunmasına və elmi həqiqətin formalaşmasına xidmət edir. Bu prosesdə müxtəlif elmi yanaşmaların müqayisəli şəkildə öyrənilməsi və mənbələrə əsaslanan təhlil üssü önəm kəsb edir. Mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi yalnız milli deyil, həm də ümumbəşəri vəzifədir. Bu baxımdan dövlət qurumları, elm ictimaiyyəti, beynəlxalq təşkilatlar arasında əməkdaşlığın daha da gücləndirilməsi mütləqdir.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüquqlarına diqqəti cəlb eləmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və erməni saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.